çıxışını daha geniş auditoriya izləyə bilsin, dinləyə bilsin. Başqa bir məsələ də var. Region ölkələri kifayət qədər ciddi şəkildə narahatlıqlarını ifadə elədilər. Həm Azərbaycan, həm Türkiyə, yəni bizim üçün önəmli ölkə təbii ki, burada Türkiyədir. Türkiyə ilə Azərbaycan maraqları uzlaşırmı böyük mənada? Çünki bəziləri iddia edirlər ki, məhz Azərbaycan məsələsinə görə fərqli baxışlar var. Türkiyənin maraqları başqadır, Azərbaycanın maraqları başqadır. Gerçəkdənmi Azərbaycan Respublikasının bugün İranın parçalanmasına meyllənən bir siyasəti müşahidə olunur? Belə bir müşahidəniz olub? Ümumiyyətlə, belə bu konfigurasiya, yeni bir sistem yaradılması, yeni dünya düzəni Azərbaycanı dövlət və milli maraqlarına uyğundur? Yoxsa İranın bütünlükdə, yavaş-yavaş Pezeşkiyan rəhbərliyində Türkiyənin də arzuladığı kimi bir region ölkəsi kimi, amma barış və kənara proksilər yaradaraq savaş yaratmayan bir güc kimi qalması. Nə düşünürsünüz? Önəmli suallardır və çox önəmli suallardır. Bu suallara keçməzdən əvvəl bu bütövlükdə bölgədəki bəzi proseslərə diqqət eləyək. Doğrudan da müharibə artıq təkcə ABŞ, İsrail və İran arasında getmir. Livan faktiki olaraq müharibəyə cəlb edilibdir. Və bir tərəfdən İsrail zərbə vurur Livana və digər tərəfdən Livanda Hezbollah qüvvəsi də faktiki iştirak edir müharibədə, əməliyyatlarda. Yəməndə Husilər fəallaşmağa başlayıblar və onlar da müharibəyə qatılacaqlarını nümayiş etdirirlər. Və İran da Körfəz ölkələrini vurur və kifayət qədər ciddi vurur və onlar da bundan təbii ki, narahatdırlar. Və hətta bu günlərdə məlumat yayıldı ki, Birləşmiş Ərəb Əmirlikləri müharibəyə qoşulmağı da düşünür. Çünki onlar üçün bu daha həlledici şəkildə görünür məsələlər. Orada o adaların söhbət də var, 3 ada var da bilirsiniz. Tomb adaları və Əbu Musa adaları Ərəb Əmirlikləri ilə İran arasında uzun 10 illiklərdir mübahisə obyekti olan adalardır. Və onlar da fikirləşirlər ki, bəlkə bu mərhələdə o adaları nəzarətə götürə bilərlər. Fərqli maraqlar var və gedir proses. Birbaşa sualınıza gəldikdə isə Azərbaycanla Türkiyə arasında biz əgər səmimi danışırıqsa, təbii ki, bu bizim maraqlarımızın 95% üstə düşür. Amma üstə düşməyən müəyyən məqamlar da var. Bunu da açıq demək lazımdır. Və bunların sırasından ikisini qeyd edə bilərik ki, yəqin bu mübahisə doğurmaz. Birinci, İsraillə münasibətlər məsələsidir. Azərbaycan İsraillə bugünə qədər kifayət qədər səmərəli əməkdaşlığı olubdur. Hətta İkinci Qarabağ savaşında, 44 günlük savaşda və sonraki bir günlük antiterror əməliyyatında İsrailin mövqeyi, İsrailin Azərbaycana verdiyi, satdığı silahlar çox önəmli rol oynayıblar. Və sir deyil ki, İsrailin dünyada, xüsusən Amerika Birləşmiş Ştatlarında lobbi fəaliyyəti də Azərbaycanın bu mərhələdə xeyrinə olubdur, faydasına olubdur. Türkiyə ilə İsrail arasında münasibətlər isə təəssüf ki, kifayət qədər gərgindir və hələ ki, oradan qalxmır. Və sözün müəyyən mənasında bəzən soruşurlar ki, bu ziddiyyətlərin kökü nədir? Açıq deyiriksə, Türkiyə regionun əsas dövlətidir və bunun təsbitini haqlı olaraq istəyir. Amma İsrailin də regionda aparıcı bir qüvvə olmaq iddiası var və gələcəklə bağlı həm gerçək, həm də ki, müəyyən, hətta ezoterik belə deyək, iddiaları var. Vəd olunmuş torpaqlar. Bəli, və s. Ona görə də bu məsələlərdə İsrail ilə Türkiyə arasında fikir ayrılıqları kifayət qədər ciddidir. Bu da bir ayrıca mövzudur, zamanında imkanını danışarıq. İkinci məsələ isə sizin qeyd etdiyiniz ki, İranın gələcəyi məsələsidir. Burada da mövqelərdə fərq var. Türkiyə İranın parçalanmasını qətiyyən istəmir. Əvvəla Türkiyə bölgədə sabitlik istəyir, qərarlılıq istəyir, davam istəyir. Və bunu mən keçən dəfə dedim. Türkiyədə mütəxəssislər fəxr edirlər ki, Türkiyə ilə İran arasında sərhəd xətti
az qala 4 əsrdir ki, 400 ilə Dəyişmir. yaxındır ki, dəyişmir o. Səhv eləmirəmsə 1639-cu ildə orada Qəsr-i Şirin müqaviləsi olub. O vaxtdan bu vaxta sərhədlər dəyişmir və Türkiyədə də, İranda da bunu qeyd edirlər. Və bu doğrudan da elə sadə hadisə deyil. Çünki Əlbəttə ki. Avropadakı sərhədlərə baxaq, Qafqazdakı sərhədlərə baxaq, Neçə dəfə dəyişib Asiyadakı 4 sərhədlərə əsrdə, baxaq. bəli. Yəni sərhədlərin stabil qalması elə də çox tez-tez təkrarlanan hadisə deyil. Digər tərəfdən Türkiyədə bir narahatlıq var ki, İranın parçalanması Türkiyənin parçalanmasına təkan verə bilər. Həm İranın parçalanmasını iştirak edən xalqlar, xüsusən də Kürdlər bəllidir ki, həm İraqda, həm Suriyada, həm də Türkiyənin özündə müxtəlif iddiaları olan qüvvədir. Həm də ki, kənar qüvvələr ki, İranın parçalanmasının, həm də özlərinin zəhmətinin, əməyinin bəhrəsi kimi və özlərinin marağına uyğun bir hadisə kimi qiymətləndirən müəyyən xarici qüvvələr ki var, onların da bunda maraqlı olması narahatlığı var. Və təəssüf ki, İsraildə də müəyyən dairələr bu cür narahatlıqlara rəvac verirlər. Elə müharibənin ilk günləri deyəsən, yoxsa İsrailin keçmiş baş naziri Bennett açıqlama verdi ki, Türkiyə yeni İrandır. Yəni belə çıxdı ki, İrandan sonra Türkiyə ilə də bizim söhbətimiz olacaq. Belə bir gizlin bir hədə-qorxu kimi də. Türkiyədə çox sərt bir cavab verdilər. Bəli, təbii. Yəni bu çox Türkiyə sıraya qoyulacaq ölkə deyil dedilər. hər cəhətdən yanlış və ziyanlı bir açıqlama idi və Türkiyə-İsrail qarşıdurması fantastik dərəcədə mənfi bir hadisə olar. Ancaq bu hadisədən İsrailin üstün çıxacağı ehtimalı sıfırdan aşağıdadır. Ona görə də bu cür yersiz iddialar çox yanlışdır. Və İranın Türkiyənin mövqeyi bu məsələdə təxminən belədir. Azərbaycana gəldikdə isə burada məsələ birmənalı deyil. Yəni Azərbaycan xalqı üçün bütöv Azərbaycan bir idealdır, bir amaldır. Məsəl üçün biz Müsavat Partiyası olaraq proqramımızda bütöv Azərbaycan bölümünü ayrıca yazmışıq. Bütöv Azərbaycan məsələsini biz yazmışıq orada ki, bu Azərbaycanın parçalanması tarixi ədalətsizlikdir, zaman gələcək ki, Azərbaycan xalqı birləşəcək, bütövləşəcək və s. və s. Və mən əminəm ki, Azərbaycan xalqının tam əksəriyyəti üçün də bu belədir. Bütöv Azərbaycan idealı mövcuddur. Ancaq hakimiyyətdə olan qüvvənin məsələyə münasibətini mən deyə bilmərəm. Yəni, təbii, bu onlara veriləcək sualdır həm də. Onlar buna aydınlıq gətirməlidirlər və mənim fikrimi soruşsaz, yəni, həm istəyirlər, həm də çəkinirlər. Yəni, böyük bir tarixi missiya ola bilər, belə bir ağırlığı almaq, amma ona gücü çatmaq məsələsi. Çəkinirlər, həm... Bir də Türkiyəsiz qalınacaq, o da... Çəkinirlər, həm İran kimi böyük bir dövlətlə münasibətlərin korlanması və riskə girməsi ehtimalı, Azərbaycanın taleyinə təsir edəcək proseslərin baş verə bilməsi ehtimalı və s. və s. Mən Türkiyə ilə münasibətlərin korlanacağını gözləmirəm, onu qaydarıq bu hissənin axırında. Amma məncə burada hakimiyyətin bir narahatlığı da mən hiss edirəm. İnformasiyam yoxdur. Sadəcə hiss edirəm ki, fikirləşirəm nəyimizə lazımdır. Bu balaca Şimali Azərbaycanı nəzarətdə saxlayıb, idarə edirik istədiyimiz kimi. Güney Azərbaycan, Quzey Azərbaycan 2-3 dəfə böyükdür. Yəni, böyümək bizim təhlükəsizlik risklərimizi azaltmaz? İndi yəni, mən şanslar dedim ki, yaratmaz Azərbaycan xalqının fikrini və müsavatın fikrini dedim. Hakimiyyətin fikrini isə ehtimal edirəm. Onu onlar deməlidirlər. Yəni, siz lap açıq deyirsə, mən istəyirsə deyim. Əlbəttə, buyurun. Çünki axı bütöv Azərbaycan yaranandan sonra təsəvvür edin ki, bütöv Azərbaycanda referendum keçirilir ki, bu bütöv Azərbaycan paytaxtları olsun. Mən öncədən demişəm ki, bütöv Azərbaycan paytaxtı Təbriz olmalıdır. Bəli. Azərbaycanın indiki hakimiyyəti bütöv Azərbaycanın mərkəzinin Təbriz olması fikri ilə razıdırmı? Və sabah saya etibarı məsələsi. Sabah bütöv Azərbaycanda prezident seçiləndə yəqin biz başa düşürük ki, 30-40 milyon soydaşımızın
üstünlük verdiyi yəqin güneydən olan bir siyasi liderin prezident olma ehtimalı Quzey Azərbaycandakilərdən qat-qat çoxdur. Mən buna sevinərəm. Tək ki, bütöv Azərbaycan olsun, onun prezidenti Təbrizdən olacaq, Ərdəbildən olacaq, Gəncədən olacaq, başqa bir Azərbaycan şəhərindən. Mənim üçün fərqi yoxdur. Kim olur olsun, düz adam olsun, xalqın seçdiyi adam olsun. Ancaq bugünkü hakimiyyət o riskə getməyə hazırdırlarmı? Bu çox ciddi hazırlıqlar istəyir, bu çox ciddi siyasi təminatlar istəyir. İstər-istəməz mən hesab edirəm ki, bütöv Azərbaycanda həqiqi seçkilərə ehtiyac olacaq, gerçək seçkilərə ehtiyac olacaq, gerçək hakimiyyət bölgüsünə ehtiyac olacaq, parlament hakimiyyəti önəmli olacaq, məhkəmə müstəqilliyi önəmli olacaq, bölgələrdə, şəhərlərdə, kəndlərdə bələdiyyə sistemləri önəmli olacaq. İndiki hakimiyyət buna hazırdırmı? Əslində qalsa elə buradan bir çıxış eləyib, bir cümlə ilə deyim ki, buna hazırlaşmaq lazımdır. Başkan, mən sizdən tarixçi kimi soruşmaq istəyirəm. Bax, biz o dönəmi zaten keçməliyik, siz də deyirsiniz ki, hazırlaşmaq lazımdır. O tarixi dönəmdəyik, yoxsa hələ gələcəyin işidir bu? Onu deyim ki, əvvəlcə Azərbaycan hakimiyyəti Quzey Azərbaycanda gerçək seçkilərə hazırlaşmalıdır, bələdiyyələrin müstəqilliyinə hazırlaşmalıdır, məhkəmələrin müstəqilliyinə hazırlaşmalıdır, media azadlıq verilməlidir, siyasi qüvvələrə azadlıq verilməlidir. Hələ siyasi məhbusların azadlığının nə qədər önəmli olduğunu da yaddan çıxarmamalıdır və s. və s. Bu tipli məsələlər var və bu tipli məsələlərə görə Azərbaycan hakimiyyətinin bütöv Azərbaycan mövzusuna mən münasibətini bilmirəm. Yəni, dedim, əvvəla Azərbaycan üçün müəyyən imkanlar olduğu kimi risklər də var. İkincisindəki hakimiyyətdə olan qüvvə üçün suallar var. Onu zaman göstərəcək. O ki, qaldı zaman yetişibmi sualına. Hakim xanım, bilirsiniz, bu elə bir prosesdir ki, bu yolu getmək lazımdır. Bu yolu gedəndə yol özü sənə diktə eləyəcək ki, hansı gün, hansı qərarı verməlisən. Biz 1989-cu ilin 16 iyulunda Xalq Cəbhəsini təsis edən konfransda müəyyən bir diskussiya olurdu. Biz Xalq Cəbhəsinin proqramında yazdıq ki, hədəfimiz SSR-nin tərkibində Azərbaycanın gerçək muxtariyyətidir, gerçək müstəqilliyidir. Bəzi cəbhəçi dostlarımız dedilər, yox, yazmalıyıq ki, müstəqillikdir. Biz də onlara dedik ki, bu saat orada müstəqillik cümləsini yazsaq, cəbhəni qeydə almayacaqlar və heç bir Qarabağ məsələsi var, başqa məsələlər var, itirəcəyik. Amma 2 il yarımdan sonra? Amma biz elə orada həmin günü, onu da əvvəlcədən hazırlamışdıq bizim qrup demirəm, ancaq bizim fikirdə olan adamlar, qətnamə təqdim elədik ki, əgər SSR-də yenidən qurma islahatları uğursuz olsa, Azərbaycan Xalq Cəbhəsi SSR-dən çıxmaq məsələsini qoyacaq. Azərbaycanın tam müstəqilliyi məsələsini qoyacaq və SSR-dən çıxmaq məsələsini qoyacaq. Belə bir qətnaməni qəbul etdik yekdilliklə və qoyduq o sənədlərin içinə. Məsuliyyəti də qoydunuz Kremlin üstünə ki, siz etməsəniz çıxacaq, edin çıxmayın. Və bu oldu 1989-cu ilin 16 iyulunda, 90-cı ilin 20 yanvar faciəsindən sonra nəinki Xalq Cəbhəsi, biz dedik ki, artıq Azərbaycan üçün istiqlaldan başqa variant yoxdur. Bütün xalq. Azərbaycanın Ali Soveti, kommunistlərin nəzarətində olan Ali Soveti qərar qəbul etdi ki, Moskva qoşunları Bakıdan çıxarmasa, Azərbaycandan çıxarmasa, Ali Sovet Azərbaycanın SSR-dən çıxması prosedurlarına başlayacaq. Elmira Qafarovanın imzası ilə belə bir sənəd tariximizdədir, bəli. Yəni, bu nümunəni nəyə görə yada salıram? Bizim keçmiş qəhrəmanlıqlarımızı yada salmaq üçün deyil. Onu göstərmək üçün ki, sən yolu get, yolun mərhələləri özü göstərəcək hansı mərhələdə, hansı addım atmalısan, nə etməlisən. Bu saatı bizim güneyli soydaşlarımızla da bu barədə söhbətlərimiz, diskussiyalarımız, bəzən mübahisələrimiz olur. Biz də bizim təcrübəni də yada salırıq. Yəni, dedik ki, bu yolu getməliyik. Məsəl üçün, mən əminəm, onu hər dəfə də təkrar edirəm, hələ ki, hakimiyyətdən bir nə müsbət reaksiya, nə mənfi reaksiya da duymuram. Azərbaycanda bu konfransı keçirməliyik. Güneyli, quzeyli Azərbaycanın aparıcı ictimai siyasi xadimlərini, hakimiyyətdən olsun, müxalifətdən olsun, bir tərəf olsun, alimlər olsun, ziyalılar olsun, yığışıb bu
vahid bir platformanı qəbul etməliyik vəziyyətlə bağlı, bütöv Azərbaycanla bağlı. Və sonra həmin o platformanı tutaq ki, kimsə istəyirsə aparsın Tehranda qoysun Pezeşkiyanın qabağına. Ki, bax görsən Bakıda Güneyli və Quzeyli ictimai siyasi qadınlar yığışıblar, belə bir platforma təqdim edirlər. Sən bunu qəbul edirsənsə, yoxsa yox. Eləyirsənsə, qoşul bir yerdə gedək yola. Eləmirsənsə, onda bizim səninlə işimiz yoxdur. Səni biz artıq qəbul edəmirik, yolumuza gedəcəyik. Və söhbət təkcə Pezeşkiyandan getmir. Elə bütün ciddi adamların qabağına o sənəd qoyula bilər. Və görünəcək ki, orada əhalinin hansı faizi nəyə hazırdır? O bilinəcək ki, Amerika Birləşmiş Ştatlarının bu apardığı müharibə nə ilə nəticələndi? Amerika prosesə təsir eləməyə davam edirmi, yoxsa yaxasını kənara çəkib çıxıb gedirmi? İsrail nə edir? Kürd birləşmələri nə vəziyyətdədirlər? Ərəblər, Beluşlar, başqaları nə edirlər? Farsların ağıl insanları qabaqda gedən roşan fikir deyirlər o aydınlara, ziyalıya. Onlar nə deyirlər? Başa düşürlərmi vəziyyətin ciddiyyətini və bunu mən 30 ildən çox deyirəm ki, əvvəl-axır İran bir demokratiya sınağından keçməlidir. Demokratiya sınağından keçib, müasir bir dövlət kimi mövcud olma gücünü ortaya qoyursa, lap yaxşı. Biz də soydaşlarımız orada əksəriyyətdə olacaqlar, seçkilərdən də başqa hüquqlardan yararlanacaqlar. Varmı belə potensial İranın? Yox, əgər onu İran sınaqdan keçməlidir. Əgər İranın belə bir potensialı yoxdursa, demokratiya sınağından keçmirsə, o zaman İranın parçalanması qaçılmaz olacaq. Bunu elə mən 30 ildən çox deyirəm, elə bir-iki əvvəl də dedim ki, yəni İran demokratikləşməsə parçalanması labüddür. Və biz isə təşkilatlanmalıyıq, hazırlaşmalıyıq. Bunu o gün dostlarla söhbət edirdik. Süni intellektdən soruşduq vəziyyəti. Yaxşı, süni intellekt yazır ki, İranda ən böyük qüvvə Azərbaycanlılardır. Kimlik baxımından, özünü dərk eləmə baxımından ən güclü qüvvə Azərbaycanlılardır. Amma təşkilati baxımından ən böyük qüvvə Kürdlərdir. Və kənar təsirlər sayəsində beynəlxalq əlaqələrinə görə Kürdlər, Kürd təşkilatları üstündür. Yəni bunu süni intellekt bilir. Bunu Amerika prezidenti onların əgər Kürd təşkilatının liderinə zəng eləyirsə, Azərbaycanın güneyli, quzeyli insanları bilmirlərmi? Təşkilatlanma zamanı olduğunu bilmirikmi? Bir araya gəlməyin, liderlik iddiasını kənara qoyub bir araya gəlib bir birgə qərarlar qəbul etmək zaman olduğunu bilmirikmi? Biz bunu qəbul edək, hərəkət eləyək, sonra prosesdə görünəcək ki, nədir, necədir? Yəni, hansı addım atılmalıdır, kim önə çıxır, kim daha çox nüfuzludur, kim İranda yaşayan soydaşlarımız güneyli liderlərdən kimə daha çox etimad göstərir? Mən onların hamısı ilə demək olar ki, tanışıram və hamısına sayğım var. Hamısının xəttini çox istəyirəm. Bəli, hamısı zəhməti, fədakarlığa keçən insanlardılar. Ancaq bugün öncədən qərar vermək ki, filan kəs birincidir, o birisi ikinci, üçüncü, filan kəs üçüncüdür. Çox yanlış olur. Bu axı qüvvələri bir araya gətirməyəcək. Bir yerdə xalqın qabağına çıxıb demək lazım ki, biz birgəyik. Bunu deməlidirlər bizim güneyli qardaşlarımız. Biz də quzeydən olan ictimai siyasi xadimlər də onlara tam dəstək verməliyik. Burada paradoks bəlkə